Çok sağ olun. Her birinizi yine bir daha hoş gördük. Elbette her bir Azerbaycan insanı, Azerbaycan Türk'ü terk etmez. Hamımız birik. Azerbaycan da bizim için doğmadı, Türklüğümüz de bizim için doğmadı. Eğer bir Təbrizlinin canı ağrıyırsa, eğer bir Urmulunun problemi varsa, eğer bir Şəbistərlinin haqqı tapdalanırsa, bir Zəncanlının, Həmədanlının hansısa bir dərdi varsa, bizim eynidir yəni. Canı canımız, qanı qanımız, ruhu ruhumuz, torpağımız eyni torpaq, içdiyimiz su da eynidir. Başımızın üzərindəki gök də eynidir, əğrinin altındakı torpaq da eynidir. Biz birik. Bəzən biz hansısa digər türk xalqlarına deyə bilərik. Bir millət, iki dövlət, bu kimi ifadələr deyə bilərik. Ancaq Türkmenistanımızda doğmadı, Özbekistanda, Türkiyədə və digər Qazaxıstan, Qırğızstan. Ancaq bizi yəni elə bir şey yoxdur ki, onu nəsə fərqləndirəcək kiçicik bir şey yoxdur yəni. Yoxdur, ola da bilməz. Hamımızın Arazın o tayından da var, bu tayından da. Su bizi ayıra bilməz, heç kimdən bizi ayıra bilməz, ayırmayacaqdır inşallah. Demək istədiyimiz odur ki, biz bunu hiss edirik. Yəni, indi biz güneyli, quzeyli, bizim için güneyli, quzeyli, batılı, doğru sadəcə bir anlayış ola bilər. Nə bilim, bir coğrafi, ya nəsə bir şeydir. Ancaq biz eyniyiz. Vaxtilə Azərbaycan Cumhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə o 1915-16-cı ildə yazdığı məqalələrində sonradan ona görə dövlətimizə də Azərbaycan adı verdi. Yəni, orada da çox gözəl ifadə etmişdir ki, indi bugün deyir Tehranlı özünə İran türkü deyir, İranlı türkü deyir. Nə bilim, Bakı türkü, Bakıda yaşayan türk özünə Qafqaslı deyir, Qafqas türkü deyir. Ancaq biz deyir, biz Azərbaycanlıyıq, Azərbaycan türküyük. El dilində desək bir bezin qırağıyız. Doğrudan da, yəni bu heç cürə fərqləndirmək mümkün deyildir. Yəni hər şeyimiz eynidir, bütün varlığımız eynidir. Ancaq düzdür, bizi ayırmağa çalışdılar, əllərindən gələni etdilər. Aydındır, İngilizləri, Amerikanları, Rusları, başqaları etdilər. Ancaq bizi heç vaxt ayıra bilməyəcəklər. Ona görə də biz buradayıq. Yəni onların ağrısı acısını duymayan Azərbaycanlı ola bilməz. Yəni biziz, bəzən Türk deyəndə ola bilsin ki, bəziləri bunu fərqli yerlərə gözləyir. Ancaq ən az heç olmasa bir Azərbaycanlı olmaq lazımdır. Ən azından Azərbaycanlı olub sözün həqiqi mənasında Azərbaycanlı adını daşıyanın dərdini, sərini anlamaq ona ən az mənəvi